Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda atasının telefonunu uğurlayan şəxs həbs edilib. Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü gənc 2 dəfə oğulluq edib. O, Xalqlar metrosu yaxınlığına bir vətəndaşa məxsus 10 kiloqram fındıq və 5 kiloqram ləpəni götürüb. Daha sonra isə evdə olarkən atasına məxsus Samsung markalı mobil telefonu stolun üzərindən götürərək 60 manata satıb. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O bildirir ki, borcları olduğu üçün bu addımı atıb və səhv etdiyini anlayır. Şəxs azadlıqda qalaraq zərərçəkənlərin pulunu ödəmək istədiyini deyib. Zərərçəkmiş ata məhkəmədə bildirib ki, telefonun təxminən 100-150 manat dəyərində olub və o şikayətində imtina etməyib. Digər zərərçəkmiş şəxslə də barışıq əldə olunmayıb. Məhkəmə tərəflər arasında barışıq olmadığını və dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq 1 ay inzibati həbs cəzası seçib.